Biri diyecək, mənim problemim sevgilim. Biri diyecək, mənim problemim həyat yoldaşımdır. Aqibəti üçün qorxmur insan. Adı üçün qorxur. Milad insanların Allah haqqında təsəvvürünü alt-üst edir. Bizim varlığımızın hər bir hüceyrəsi miladın mənasına qarşıdır əslində. İnsanlar nə üçün belə bir tanrını qəbul edə bilmir? Çünki insanlar özlərini hər şey hesab edirlər. O yalnız bizim yanımızda olmaq üçün doğulmadı, bizim uğrumuzda ölmək üçün doğuldu. O təbiətindən yox, o imtiyazlarından imtina edir. Allah öz planını həyata keçirmək üçün ona inananlardan və inanmayanlardan, güclülərdən və zəiflərdən, hər kəsdən istifadə etmək qüdrətinə malikdir. Milad bizim qeyd etdiyimiz iki əsas bayramlardan biridir. Və biz hamımız, burada oturanların hamısı bu tarixi çox yaxşı bilir. Və biz dəfələrlə bu hekayəni oxumuşuq, eşitmişik. Və mən deyərdim, elə təhlükə də bundadır ki, biz dəfələrlə eşitmişik. Elə təhlükə də bundadır ki, biz bu hekayəni kifayət qədər yaxşı bilirik. Çünki artıq bildiklərimiz bizə möhtəşəm gəlmir. Artıq bildiklərimiz bizə müəyyən bir emosiyalar vermir bəzən. Misal üçün, günün doğması, təbiətin bahar vaxtı oyanması və digər təbiətdə baş verənlər bizə artıq möhtəşəm gəlmir, bizə artıq emosiyalar vermir. Və milad sadaladıqlarından hamısından daha möhtəşəmdir. Kainatı yaradan, zamanla, güclə, ehtiyaclarla məhdudlaşdırılmış bir bədən alır. Biz özümüzü olduğumuzdan bəzən çox böyük aparırıq. Allah isə tamamilə əksini edir. O güclü, kainatı yaradan olduğu halda bir yaradılış şəklində gəlir. Və bu bizim heç cür ağlımıza sığmır onun etdiyi. Allah bizim gözləntimizə, psixologiyamıza zid olanı edir. Milad körpə haqqında hekayə deyil sadəcə. Milad əbədi Allahın insan tarixinə görünən şəkildə gəlməsidir. Allah insanlar arasına fövqəltəbii görünüşdə, izzətdə, gücdə gəlmir. İnsan kimi köməksiz bir şəkildə gəlir. Bugün biz milada bir hadisə kimi deyil, miladın mənasına baxaq. Nədir milad? Nədir milad sənin üçün? Nədir milad bizim üçün? Bugün oxuduğumuz kəlama baxsaq, ilk 3 ayədə biz görürük ki, Allahın kəlamı müəyyən bir dövrdən danışır, müəyyən bir zamandan danışır. Və tarixə məlum olan zamandan danışır. Orada tarixə məlum olan bir imperatorun adını çəkir. O günlərdə Qeysər Avqust bütün Roma ölkəsi üçün siyahıya alma keçirmək barəsində fərman verir. Tarixə Oktavian Avqust məlum olan bir imperatordur. Biz onun nə zaman hakimiyyətdə olduğunu bilirik. Və tarixin ən böyük imperatorlarından biri olur. Və o zaman yaşayanlar düşünürdülər ki, tarixi, ümumiyyətlə bütün tarixin gedişatını, bütün baş verənləri, o zaman yaşayanlar düşünürdülər ki, Romanın Sezarı idarə edir, Oktavian Avqust idarə edir və tarixi, siyasi və iqtisadi güc idarə edir. Müasir insanlar da belə düşünür. Təəssüflər olsun ki, biz məsihçilər də belə düşünürük. Hansısa qüdrətli dövlətlərin rəhbərlərinə baxaraq biz düşünürük ki, tarixi onlar yürüdür. Dünyanı onlar idarə edir. Amma baxın, Qeysər Avqustun bu istəyi Allahın niyyətinə görə olmuşdur. Və biz baxsaq, amma bu siyasətin kölgəsində, bu gücün kölgəsində Allah öz planını həyata keçirirdi.
Allah öz planını həyata keçirmək üçün ona inananlardan və inanmayanlardan, güclülərdən və zəiflərdən, hər kəsdən istifadə etmək qüdrətinə malikdir. Milad bizə mesaj verir, milad sənə mesaj verir. Dünyada mənasız heç nə baş vermir. Dünyada mənasız heç nə baş vermir. Baş verənlər Allahın külli ixtiyarlığı altındadır. Baş verənlərin hər bir hadisə Allahın idarəsi və planına daxildir. 6-cı, 7-ci ayələrə biz baxsaq görəcəyik ki, Tanrı hansı şəkildə gəlir? Tanrı hansı şəkildə gəlir? Sənin təsəvvüründə, mənim təsəvvürümdə, dünyanın təsəvvüründə Allah necədir və həqiqətdə Allah necədir? Dünyanın gözlədiyi Tanrı necədir və həqiqətdə olan Tanrı necədir? Necə böyük bir təzad var, necə böyük bir uçurum var bizim anlayışımızda, bizim təsəvvürümüzdə və Allahın mahiyyətində. O ilk oğlunu doğdu, körpəni bələyib axura qoydu. Ağla sığmayan bir şey baş verir. İnsan ağlına sığmayan bir şey baş verir. Kainatı yaradan axura qoyulur. Və biz bugün də insanlığın böyük bir hissəsi, böyük bir qismi bunu qəbul etmir, bunu anlamır. İnsan varlığının hər bir hüceyrəsi, bizim varlığımızın hər bir hüceyrəsi miladın mənasına qarşıdır əslində. Məsihin doğulması üçün ona yer olmur. Ona yer tapılmır bu dünyada. Çünki o sadə bir şəkildə gəlir. Çünki o insanların gözlədiyi kimi izzətlə, güclə, təmtəraqla gəlmədiyi üçün onun üçün bu yer üzündə yer olmur və sənin ürəyində yer olacaqmı? İnsanların ürəyində yer varmı belə bir Tanrı üçün, belə bir xilaskar üçün? Zəif, aciz, həlim şəkildə, sadə şəkildə gələn Allah üçün yer varmı insanların ürəyində? Milad insanların Allah haqqında təsəvvürünü alt-üst edir, alt-üst edir. Milad insanların təsəvvürünü alt-üst edən bir hadisədir bəşər tarixində. Biz güc gözləyirik, insanlar güc gözləyir, insanlar izzət gözləyir, insanlar möhtəşəmlik gözləyir. O isə zəif kimi gəlir, o isə gözə görünməz şəkildə gəlir. Biz onu izzətli gözləyirik. O isə alçalmanı seçir. Bugün ibadətimizin əvvəlində oxuduğumuz parçadan bir neçə yeri qeyd etmək istəyirəm. Filiplilərə məktubdan 2-ci fəsildən. Burada Həvari miladın dərinliyini açıqlayır bizim üçün. O deyir ki, Allah surətində olduğu halda, Məsih üçün Allah surətində olduğu halda özünü heç etdi. Allah surətində olduğu halda özünü heç etdi. Milad Allahın könüllü itayətini, təvazökarlığını göstərir dünyaya. Milad Allahın könüllü itayətini, təvazökarlığını göstərir dünyaya və o insan şəklində gəlir. Mən dəfələrlə belə bir iddia ilə, belə bir iradla və yəqin ki, hər bir məsihçi belə bir iddia, belə bir iradla rastlaşıb ki, yaxşı, Allah insan bədənində gəldisə, bəs insan ehtiyacları necə olsun? Allahın necə ehtiyacı ola bilər? Allahın necə yeməyə ehtiyacı ola bilər? Allahın necə digər ehtiyacları ola bilər? Məyər sual verirəm, məyər bu ehtiyacları özünə götürməklə Məsih ilahiliyini itirdimi? Yox, Məsih təvazökarlığına görə ilahiliyini itirmir. O təbiətindən yox, o imtiyazlarından imtina edir. Özünü heç edir. Özünü hər şey etmək üçün çarpışan bəşərə Yaradanın lütfu olmadan bunu qəbul etmək mümkünsüzdür. İnsanlar nə üçün belə bir Tanrını qəbul edə bilmir? Çünki insanlar özlərini hər şey hesab edirlər və bütün məqsədləri yalnız və yalnız özləri ilə bağlıdır. Məsihin isə məqsədi, hədəfi özünü
heç etmək idi bizim xilasımız üçün. Ona görə də bəşəriyyət belə bir tanrını Allahın lütfu olmadan qəbul edə bilmir. Və o parçada yazılıb ölümə qədər, çarmıx üzərində ölümə qədər itaət göstərdi. Ölümə qədər, çarmıx üzərində ölümə qədər itaət göstərdi. Biz burada itaətin kamil bir formasını görürük. Kamil bir səviyyəsini görürük. Ölümə qədər, çarmıx üzərində ölümə qədər itaət göstərdi. Bu bizə itaət nümunəsidir. Miladı çarmıxdan ayırmaq olmaz. O yalnız bizim yanımızda olmaq üçün doğulmadı, bizim uğrumuzda ölmək üçün doğuldu. Nə üçün Allah insan kimi gəlməli idi? Nə üçün Allah insan kimi gəlməli idi? Nə üçün o elə etmədi ki, biz başqa cür xilas olaq? Kəlam cavab verir. Matta müjdəsi 1-ci fəsil 21-ci ayədə belə bir ayələr var ki, Məsihin gəlişinin açıqlaması var burada. Allahın insan kimi gəlməsinin səbəbi o idi ki, o öz xalqını günahlarından xilas edəcək. O öz xalqını günahlarından xilas edəcək. Burada bəşəriyyətin ən böyük ehtiyacı vurğulanıb. Burada bizim, sənin, mənim, bu kilsə xaricində olan bütün insanların ən böyük ehtiyacı vurğulanıb. Günah. Günah. Bütün bəlaların kökü bizim günahkarlığımızdır. Bütün bəlaların kökü olan günahdan xilas etməyə gəlib Məsih. İnsanların həyatlarında ən böyük problemin nə olduğunu göstərir bu yer. İnsan həyatında ən böyük problemin nə olduğunu göstərir bu yer və Məsih bu problemin aradan qaldırılması üçün gəlib. Təəssüflər olsun ki, bizdən bu dəqiqə soruşsalar və dünyaya çıxıb, qarşımıza çıxan hər bir insana sual versə ki, sənin ən böyük problemin nədir? Xahiş edirəm, hər biriniz özünüzə bu sualı verin. Xahiş edirəm, hər biriniz özünüzə bu sualı verin. Sənin ən böyük problemin nədir? Sənin ən böyük problemin nədir? Və əksər insanların cavabları bilirsiniz nə olacaq? Biri deyəcək, mənim problemim sevgilimdir. Biri deyəcək, mənim problemim həyat yoldaşımdır. Biri deyəcək, mənim problemim evladımdır. Biri deyəcək, mənim problemim valideynimdir. Biri deyəcək, müdürümdür. Biri deyəcək, işimdir. Biri deyəcək, pulumdur, paramdır. Və biz bu şeyləri problem görürük. Mənim problemlərim münasibətdir. İnsanlarla, müəyyən bir yaxınlarımla olan münasibətimdir. Biz əslində problemi görmürük. Problemin kökünü görmürük. Və kökü görmədən bəhrələrlə mübarizə aparırıq. Problemin kökü günahdır. Və Məsih bu günahı aradan qaldırmaq üçün gəlmişdir. Ona görə də Allah günahdan qurtaran xilaskar kimi gəldi. Allah günahdan qurtaran xilaskar kimi gəldi. Bugün bu miladın mənasını biz gördük bu parçada. Bu məna haqqında düşünək. Mənim üçün kimdir bu doğulan körpə? Məsihin doğulmasının səbəbi və onun bu dünyaya gəlməsinin səbəbi və onun bu dünyadan nəyi aradan qaldırmaq üçün gəldiyini düşünək. Bu sənin həyatına məna verirmi? Bu sənin həyatına bir dəyişiklik getirirmi? Milad sadəcə bayram deyil. Bir gün keçirdik, bir gün nəğmələr oxuduq, səhnələr qurduq. Bu bir günlük bayram deyil. Milad sənin, bəli sənin, mənim, bəli mənim və hər bir insanın, günahkar olan hər bir insanın həyatına bir çağırışdır. Bir çağırışdır. Bugün bu bayram vasitəsilə Allah sənə çağırış edir. Ya çobanlar kimi təvazökar olub, axıra doğru, Məsihə doğru gedəcəyik. Ya da Hirat kimi malik olduğumuz nəyə malikiksə, mən bilmirəm biz hər birimiz nəyə malikik. Ya da Hirat kimi malik olduğumuzu itirməkdən qorxaraq Məsihdən uzaq qaçacağıq. Bəzən insanlar düşünür, mən xristiyan olsam mənim haqqımda nə düşünəcəklər?
İnsanlar öz adı üçün qorxur. Aqibəti üçün qorxmur insanlar. Adı üçün qorxur. Hara gedəcəyindən qorxmur. Adı üçün qorxur. Lənətdən qorxmur, adı üçün qorxur. Sənin adın səni xilas edəcəkmi? Sənin nüfuzun səni xilas edəcəkmi? Bu çağırışdır sənin üçün. Hər birimiz üçün çağırışdır. Ya çobanlar kimi Məsihə doğru gedəcək. Ya Hirot kimi nəyə malikəmsə onları qorumağa saxlayaraq Məsihə qarşı gedəcək. Məsələ Məsihin doğulub, doğulmamasında deyil. Məsələ onun sənin ürəyində doğulub, doğulmamasındadır. Məsih doğulub. Bu doğuluş üçün mən Rəbbə minnətdaram. Hər birimiz minnətdar olaq. Bu gün kəlam bizə bu miladın mənası haqqında danışdı. Milad bizə bunu deyir. Allah uzaqda deyil. Allah uzaqda deyil. Allah yalnız göylərdə deyil. Allah laqeyd deyil. O göylərdə qalmadı. O bizim qaranlığımıza daxil oldu ki, bizi işığa çıxarsın. Şuurunuzda olan Allaha deyil, Məsihə səcdə edək. Tarixdəki körpəyə deyil, həyatımızın xilaskarına səcdə edək.